Azərbaycan xalqı birinci gedir. Dində, imanda, əqidədə, əxlaqda, dünya üzərində. Hətta Peyğəmbər Aleyhisselam özü buyurub ki, istəyirsiniz siz əgər türklərin, Mahir qardaşımız qəşəng bir sözdür deyə, istəyirsiniz əgər siz türklərin ürəyini alasınız, onların dilini öyrənir. Bizdə bir adam ərəb dilini biləndə, deyir, ola ərəb istəyir, bilsə nədir bu? Ərəb dilini alır. Ancaq Peyğəmbər Aleyhisselam ərəblərə deyib ki, istəyirsiniz türk millətinin ürəyini ələ alasınız, gedin onların dilini öyrənir, onların öz dilində danışırlar. Görün nə olur? Əhsən. Əhsən. İndi gör, nə qədər mühimdir, nə qədər möcüzəlidir bu. Peyğəmbər belə qiymət verir. Dini qanunlarla milli mənəvi adət ənənələrimizi biz yaşadırıq. Müştərək yaşadırıq.